Mr. Time'i ana ekrana əlavə et. Mr. Time platformasından daha rahat və sürətli istifadə etmək üçün onu iOS, Android və ya kompüterinizə tətbiq kimi ana ekrana əlavə edə bilərsiniz. Safari brauzerindən müvafiq sayta daxil olun. Ekranın aşağı hissəsində yerləşən 3 nöqtə işarəsinə toxunun. Açılan menyuda paylaş hissəsinə keçid edək. Son olaraq 3 nöqtəyə toxunub ana ekrana əlavə et seçimini edirik. Bu mərhələdə tətbiqin adı avtomatik olaraq Time kimi görünəcək. İstəsəniz adı dəyişə və ya olduğu kimi saxlaya bilərsiniz. Bu addımdan sonra Time ana ekranınızda ikon şəklində görünəcək və platformaya birbaşa tətbiq kimi daxil ola biləcəksiniz. Android istifadəçiləri Google Chrome brauzerindən müvafiq sayta daxil olun. Linkin sağ tərəfində yerləşən paylaş işarəsinə toxunun. Açılan menyuda ana ekrana əlavə et seçimini edin. Bu addımlardan sonra Time ana ekranınızda ikon şəklində görünəcək. Kompüter istifadəçiləri Google Chrome-a daxil olun, müvafiq saytı açın. Linkin yanında yerləşən tətbiq yükləmə işarəsinə toxunun. Açılan pəncərəyə gələn məlumatı təsdiq edin və tətbiq yüklənsin. Bu addımdan sonra Time ana ekranınızda ikon şəklində görünəcək və platformaya birbaşa tətbiq kimi daxil ola biləcəksiniz. Beləliklə, Time'in süni intellekt platformasından istifadə daha sürətli və daha rahat olacaq.